Hər birinizə salamlar, kanalıma videoma xoş gəlmisiniz. Bugün sizlərlə bərabər Atomun vlogu izləmiş oluruq. Elə skeç dalaq videomuza. Saat 1'ə qalıb. 0:46. Yəni. Mən riyaziyyat yazıram. Çox bucaqlı. Bazar günüdür. Daha doğrusu indi bazar ertəsidir. Sabah 7 dərsim var. Və 3 gündə oturub heç nə eləməmişəm. Eləmişəm, rəsm çəkmişəm, nə bilim. Biraz qayda falan öyrənmişəm, təkrar eləmişəm, sinus, kosinuslar zad eləmişəm. Amma yetəri qədər eləməmişəm. Arkada məsələn xorulduyurlar. Normal dərsləri eləmişsən, deyəcək xeyr. Və qulağımda normal çalan bu saat ay sürətdir də yəni. Belə düzləşirdim. Saçım da uzanıb ha. Zəramızda. Bu tünd, bu da açıq. Anam gəlir desin. Kəyindən hiss eləmək. Takıldı. Tak. Ne deyirdim? Sabahlayırıq. Niye de olmasın? Yani dedim. Maraqlı geldi. Dedim niye de oxumayım. Çünki 6-cı sinifdə daha maraqlıdır da. Axlım olardı. 6-cı sinifdə oturanda oturub oxuyardım. Ama burada oxumalı bir şey yoktu. Bu məsələsi var da.
2-3 fiquru yanaşı çəkəcəm. Hələ kürəsini eləməmişəm. Şimiya. Mağazaya girmişdik. Orada yeni ilə aid aksesuarlar var idi da. Bir ulduzlar, bir led işıqlar. Həqiqətən o qədər qəşəngdi. Aksesuarlar da var idi. Bombastik idi, bombastik yeri idi. Amma hələ tezdə, yəni olsa da məsələn nə ala bilərik ki? Bir düşüneyim. Ulduz. Baxın, mən biraz boş qalmışam. Ona görə boş qalan kimi bir dənə səs var. Kendimi zorla tutuyorum. Dünenden beri. Zarafatsız yarım saat saç kəsirəm. Bu hissəni biraz daha nəzik eləyə bilərdim. Eləyəcəm zaten əlimdə də. Sol həmişə qəşəng olur. Amma sağ eləyə bilmirəm, baxın. Belə tutsam təbii olmaz. Bura qədər idi. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşənədək sağ olun.